Bild qəzetinin yaydığı bir məlumat var Almaniya millisi ilə bağlı. Bilməm, yəqin ki, bəziləriniz eşidib, bu Almaniya millisində son penaltini vuran Tana bağlıdır. Bild qəzetin yazdığına görə. Artıq 5 penalti yerinə yetiriləndən sonra futbolçular arasında məsuliyyəti üzərindən atma məsələsi başlayıb ki, mən vurmayım penaltini, yox mən vurmayım, amma Jonathan Tah irəli çıxıb və deyib ki, mən vuraram. Halbuki Jonathan Tah ümumiyyətlə peşəkar karyerası ərzində, yəni 13 il ərzində bir dəfə də olsun penalti yerinə yetirməyib və o məsuliyyəti üzərinə götürdü. Nəticəsi də belə oldu. Hər halda Bild qəzetinin yazdığı məlumat bu yöndədir. Digər bir tərəfdən isə Nagelsmann mətbuat konferansında qeyd elədi ki, mən heç nədən qorxmuram və qalacam burada. Müqaviləmin sonuna qədər. Digər bir tərəfdən isə Almaniya mətbuatı yazır ki, Nagelsmannın yerinə Klopp gələcək. Bilmirəm nə dərəcədə doğrudur, amma Kloppu izləmək ümumiyyətlə Almaniya millisində çox maraqlı olacaq.